hiss eləmirsiniz? Elə belə. Hı. İğnenin ucundan da çək deyəcəm. Yaxşısınız? Yaxşı. Bir narahatçılıq yoxdur ki. Yaxşı. Tamam. Az qaldı. Bir 2 dəqiqəlik səbr eləyin. İğnəmiz çox incə iğnədir. İncə olduğu üçün də o suyu gec-gec çəkir. Bəzən böyük iğnələrdən də istifadə edirik. Böyük iğnələr biraz risklidir. Onda suyu daha tez çəkirik. Ən incə iğnə olduğu üçün suyu biraz yavaş-yavaş çəkirik ki, uşağa da zərər vurmayaq. İğnənin ucu da bax orada parlayan şey var ya, görürsən, var ortada. Bax iğnənin ucu da oradadır. Yəni çalışırıq ki, həm ciftə toxunmayaq, həm də uşağa toxunmayaq. İğnənin ucunda görərəkdən, bax iğnənin ucu da buradadır. İğnənin ucunda görərəkdən sökərək. İndi ürək döyüntüsünü də açacağım. Ürək döyüntüsünü də eşidəcəksiniz ki, işləm zamanı uşağa hər hansı bir zərər vurmadıq. Yaxşı. Eşidiniz anası.